Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə Azərbaycan mətbəxindən kələm dolmasının hazırlama qaydasını göstərirəm. Mən təzə kələm almışam. Təzə kələmin baş hissəsini kəsirik, özəyini çıxardırıq. Qazana su əlavə edib qoyuruq qazın üstünə. Su qaynayanda duz əlavə eləyirik. Kələmi əlavə eləyib hər tərəfli pörtlədirik. Kələmi duzlu suda pörtletmək daha məsləhətlidir. Bir-bir yığırıq aş üstünə, tam suyu çəkilsin. Budur, kələmimiz hazırdır. İndi iri ölçüdə olan kələmin yarpaqlarını ortadan bölüb, fikir verirsiniz, videoda gördüyünüz kimi orta hissəsində olan o qalın saplağını kəsirik. Yarpaqlar iri olduğundan ortadan bölürük. Əzizlərim, videonun alt bölməsində resepti yazacağam. Siz oradan istifadə eləyərsiniz. Balaca yarpaqların ancaq orta hissəsini üstündən, qalın hissəsindən biraz götürürük. O xırda qalan hissələri atmırıq, yəni qoyuruq onu da kənara. Gələyin dolmanın içiliyinin hazırlanmağına. Demək, maləti qoyuruq, soğan, yumru düyü, sonra göylərdən keşniş, şüyüd, nanə xırda-xırda doğranır. Əzizlərim, mən öz üsulumla hazırlayıram. Demək, mən hazırladığım kələm dolmasında bir ədəd bibər istifadə edirəm. Pomidor və bibəri xırda-xırda doğrayırıq. Siz ət maşında da çəkə bilərsiniz. Sonra əridilmiş kərə yağı əlavə elədik. Tomat, duz, qırmızı və qara istiot, sarı kök və qurudulmuş ağ reyhan. Sizdə təzə reyhan olsa, ağ reyhan istifadə eləyə bilərsiniz. Məndə olmadığına görə quru ağ reyhandan istifadə elədim. Hamısını əlavə eləyib yaxşı qarışdırırıq. Tava götürürük, kərə yağından əlavə eləyib, üzərinə də tomatı əlavə eləyib yağda qovururuq. Qabığı soyulmuş, xırda doğradığım pomidoru əlavə eləyib qovururuq. Üzərinə də dadlandırmaq üçün duz. Artıq hazırdır, qoyuruq kənara. İndi dolmanı bükürük. Demək, kəsdiyim kələmlərdən götürürük, biraz içlikdən qoyub, büküb hər tərəfini bağlayırıq. Əzizlərim, mən bu cür təzə kələmlərdən alıram. Hərəsini ayrı-ayrı salafan kloka qoyub dondurucuda dondururam. Yəni lazım olduqca götürüb istifadə eləyirik. Bu kələm dolmasının
fərqi ondadır ki, mən dolmaya heç vaxt su əlavə eləmirəm. Yəni bunun dolmanın içliyində göylər yuyuldu, düyü yuyuldu, pomidoru, bibəri istər-istəməz su salır. Fikir verirsiz, tomat və pomidor qarışımından əlavə elədi qazanın dibinə. Sonra doğradığımız hansı ki qalın saplaqlar vardı, onları da əlavə elədik. Yəni itkiyə heç nə getmir. Sonra sıra ilə dolmanı düzürük. İndi yenə qarışımından hamısını əlavə eləyirik dolmanın üstünə, yayırıq. Üzərinə ağ quru reyhan üyüdülmüş səpirik, qoyuruq. Baxın əzizlərim, plovu necə dəmə qoyuruq. Bax, qaz elə vam odda olmalıdır. Qazanı qoyduq, qapağı da örtdük. Yenə də bayaq qeyd elədiyim kimi, mən kələm dolmasına su əlavə eləmirəm. İndi baxın, 15-20 dəqiqə keçib, yaxınlaşdırdım videonu, fikir verdiniz, özü su salır. Yəni suya ehtiyac yoxdur. Artıq yeməyimiz hazırdır, götürürük, servis edirik. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.